Burada bilirsən bizim işimiz var. iPhone 13. Bunu eksport eləyəcəyik. Bunu 3x seçirəm. PNG seçirəm. Eksport eləyirəm. Və bunu desktopa yerləşdirəcəm. Yerləşdirdim, kaydetdim bura. Gəlirəm indi mock-up'ıma. Girdim buradan community'dən. Keçirəm community'yə. Burada axtarışa mock-up yazırıq. Mock-up. Və açar sözlərdə telefon, planşet, nə bilim, desktop falan yaza bilərsiniz. Məsələn, burada free bir dənə mock-up var, elə bunu götürdük. Nə edirik? Gəlirik, mock-up'a klikləyirik, açılır. Və bu onun sol tərəfdə burada thumbnail var, documentation var, bir də mock-up var. Biz mock-up'a giririk. Gəldik burada mock-up'a, kliklədik bu hissəyə. Baxın burada telefondur, əlində çox təəssüf Messinin şəkli var. Buradan biz Messinin şəklini siləcəyik təbii ki. Baxın burada bu hissə var, upload from computer. Buradan klikləyirəm. Gəlirəm masa üstünə. Baxın burada iPhone 13, 14 seçmişəm. Bunu açıram. Yerləşdi bura. Kənara klikləyirəm. Baxın. Bizim telefonumuz, yəni seçdiyimiz desktop, daha doğrusu mobil ekran yerləşdi bura. Belə. Bunu götürmək istəyirsinizsə, nə edirsiniz? Gəlirsiniz buradan. Bu əl şəklinin içindədir. Okay. Bunu eksport eləyə bilərsiniz. Seçirsiniz bunu. Yenə gəlib buradan eksport eləyirsiniz. Eksport eləyirsiniz. Bu da şəkil kimi düşür. Bunu da öz təqdimatlarınızda istifadə eləyə bilərsiniz. Belə sadə. İndi bu mock-up'ı yoxlayaq. Open in Figma eləyirəm. Buradan bir dənə iş seçirəm. Team seçirəm. Açılsın. Açıldı. Gələk baxaq burada. Deyirseniz burada şey yoxdur. Mock-up yoxdur, screen yoxdur. Yox, burada yoxdur. Başqa yerə baxaq. Başqa mock-up'a baxaq. Başqası. Məsələn, gəlin bunu götürək. Baxaq görək. Bu da olur. Bu da ola bilər. Başqa baxaq, burada başqa mock-up'lar tapa bilərik. İndirək. Mock-up hardadır? Burada da mock-up yoxdur. Getdik axtarmağa. Buradan baxaq.
Change screen. Aha. Bura gəlirik. Şəkli seçirik. Burada upload image eləyirik. Gələk. Bunu seçək. Açırıq. Ölçünü kiçildə bilərik. Bu komponentli deyə mən sizə demişdim. Komponentdə yığcamlaşdıranda əsas komponentdə dəyişiklik edəndə o birilərdə dəyişiklik olur. Bunu da silək. Aha. Düşdü. Tərs düşdü. Tərs nə düşür? Bunu fırladaq. Sıfır eləyək. Ha, burada da bizim pluginimiz. Plugin deyirəm, mockup'ımız. Belə. Yəni, hamısında eyni qaydadır. Sadəcə axtarıb tapmaq lazımdır ki, yaxşısını yerlə yaxşısından istifadə edək də. Yəni, asandır. Pluginlərdən nə edirlər? Gələk indi bura. Seçək buradan. Mockup.com var burada. Rekord olmaq bu ötürlüsüydü. Davam edir, hə, rekord davam edir. Bir də baxım. Hə, davam edir. Bunu kənara ataq. Buradan işi seçdim soldan. Aha. Gələk buradan iPhone. Baxaq görək nə var burada. iPhone 16 var. Seçdik. Baxaq görək. Necə görünür. Yəni home-a qaydaq. Telefon seçək. iPhone 14, 17, Nokia, planşetlər, Plus. Gəl 16 var, 16-ını götürək. Məsəl üçün bu tip, məsələn, belə bir şey görək. Bu free deyil. Hansı freedir buradan? Bu freedir. Bunu götürək. Aha. Deyir, Figma-dan select elə. Məsələn, seçirəm bunu. Dəqiqə. Plus-a klikləyim. Preview bir dənə. Create olmur. Create elədi. Biraz keyfiyyətsiz oldu. Amma görə ölçünü dəyişə bilərik. Minə. Biraz görə əyə bilərik. Yox, bu tip yox. Gələk bura. Məsələn, iPhone 16. Baxaq başqa free. Məsələn, bu nədir? Bu freedir. Buna baxaq görə bu necə görünəcək. Biraz şey görünür. Yamuk. Bu keyfiyyətsiz. Məsələn, məndəki oranın firisidir. Görək, gözləyirik. Amma yavaş işləyir.
Bakın düştü bura. Böyle bir şey istemiyorum ama. Arxası şəkilsiz olsun, yaxşı. Aynen. Dəhşət dondurucu plugin şeyi, kompüteri. Neyse onu da ben kompüterime göre donduruyor. Ondan kaynaklısı. Dəhşət dondurucu kompüteri. Belki dedim ben hafızadan sadece 70 GB kaldığına göre olabilir. Bunun üstündə işləyirdik. Yox, bunu istəmirəm. Bunu ləğv edirəm. Bu işi seçəcəm. Bunu iPhone 13. Create preview edirəm. Belə güclü kompüter olsun. Deyirəm gərək kompüter güclü olsun. Ola bilər plugindən də ola bilər, internetdən də ola bilər, Figma'dan da ola bilər, kompüterdən də ola bilər. Okey, belə oldu. Paste into Figma. Çok büyük resim. Çiziləcək. Minə falan olacaq səhvlənmirəmsə. 500 belə bir şey. Və bura əlavə olundu. Düşdü bura. Bunu da istədiyin kimi işin içində istifadə edə bilərsən. Belə. Bunu Səmaya belə qoyduq və yerləşdirdik. Səmaya bir dənə yaxşılıq elədik. Dayandıran rekord indi. İndi onlayn brauzerdən mockup eləyirik. Google'dan axtardıq. Online mockup free yazdım, yəni ən sadə. Gəlirik buradan, buna girdik, Mockup Pro'ya girdik. Mockup Pro'ya girəndən sonra buradan mockup seçəcəyik. Baxaq. Məsələn, birinci səhifədəkini istifadə elədik. Close edək bunu. Baxaq, başqa nə var? İndirək. Eyni mockuplardır ki. Üçüncü səhifəyə keçək. Məsələn bu. Ya da ki, bunu seçək. Şimdi buradan upload eləyəcəyik. Gəlirik, export elədiyimiz şəkil götürürük. Buradan crop eləməyimizi istəyir. Şəklin ölçüsünü uyğunlaşdırmamızı istəyir. Görək, biraz zoomlayaq. Bu qədər olur. Biraz da enək aşağı. Zoom, bunun testi yoxdur. Bunu bağlayın. Opsiyon. Belə düşdü. Instagramın daxilində eləyir. Yox, istəmirik bunu. Instagram istəmirik. Bizə adi mockup versin. 4-ə keçək. Gələk. Bunu seçək. Upload eləyək. İşimizi. Bunu da upload elədik. Biraz da böyüdək. Tam otursun çərçivəyə. Yaxşıdır. Yerləşdi. Buradan download eləyəcəyik. Yükləndi, baxaq, görək necə görünür.
Belə. Keyfiyyət də pis deyil, keyfiyyət də yaxşıdır. Sən nə qədər mokap elədik? Bunları atarıq sən. Belə onlayn da eləyə bilirik. Yəni onlayn bir sayt var. Qayda